Ermənistan ağıllı davransa, Zəngəzur dəhlizi dövlət bağçalı. Paşinyan Bakının bir nömrəli düşmənini tutdu. O, Azərbaycana gətirilir. Seçki rüşvəti, Karapetyanın adamları həbs olundu. Erməni müxalifəti parlamentin iclasını boykot etdi. Məhkəmə Əli Kərimli barədə qərar verdi. Ermənistan ağıllı davranaraq səmimi şəkildə regional əməkdaşlıq platformasına qoşularsa, Turan dəhlizi onun iqtisadi təcriddən çıxışı üçün imkan qapısına çevrilə bilər. Axar TV xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı partiyasının parlament qrup toplantısında deyib. Onun sözlərinə görə, Ermənistan yeni reallıqları nəzərə almasa və keçmişdən qalan xəyallardan əl çəkməsə, gələcəyi üçün yaranan imkanlardan məhrum olacaq. Dövlət Bağçalı bildirib ki, Ermənistan ya köhnə işğal təfəkkür və diaspor çevrələrinin revanşist arzularının ardınca sürüklənəcək, ya da bölgədə yaranmış yeni reallığı qəbul edərək davamlı sülhü seçəcək. Bölgədəki yeni reallıq bəllidir. Qarabağ Azərbaycandır. Bu həqiqət həm döyüş meydanında qan bahasına, həm də danışıqlar masasında hüquqi müstəvidə təsdiqlənib. Köhnə işğal düşüncəsini yeni formalarda yaşatmaq yolları artıq bağlıdır. Normallaşma prosesinin müsbət nəticələnməsi yalnız Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından imtina edilməsi, bölgənin yeni reallıqlarının qəbul olunması, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət göstərilməsi ilə mümkündür. Azərbaycanın nailiyyətlərini zəiflədən, Türk dünyasının qarşısında maneələr yaradan, ilhamını Sovet dövrünün qalıqlarından alan heç bir formul uzun ömürlü ola bilməz. MHP lideri Zəngəzur dəhlizini Türkiyəni Azərbaycan vasitəsilə Türkistanla birləşdirəcək tarixi keçid kimi qiymətləndirib. Ermənistanın sabiq prezidenti Robert Köçəryan ötən gün ölkədən qaçarkən hava limanında saxlanılıb. Ermənistanın baş naziri Nikol Paşinyanın seçkidən sonra sabiq prezidentlər Köçəryan Sarkisyanla bağlı cinayət işinə yenidən baxılacağının anonsunu verməsi bu baxımdan diqqət çəkir. Bildiyimiz kimi Robert Köçəryan və Serj Sarkisyan Azərbaycana qarşı çoxsaylı cinayətlərdə, o cümlədən Xocalı soyqırımında ittiham edilir. Son proseslər fonunda Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi mümkündür. Axar TV xəbər verir ki, Qlobal İnfoaza danışan beynəlxalq hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, nəzəri baxımdan mümkündür, amma praktikada çox çətin görünür. Ermənistanda Köçəryana cinayət işi açılsa və o həbs edilsə, İrəvan sonradan onun başqa dövlətə verilməsi məsələsinə baxa bilər. Lakin ekstradisiya üçün adətən konkret ittihamlar, məhkəmə qərarları və iki dövlət arasında hüquqi prosedurlar tələb olunur. Hazırda Köçəryanın hava limanında ölkədən çıxışına məhdudiyyət qoyulduğu barədə məlumatlar yayılıb, amma onun Azərbaycana verilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Hüquqşünas qeyd edib ki, Xocalı qətliamı ilə bağlı Azərbaycan uzun illərdir keçmiş Ermənistan rəhbərlərinin, o cümlədən Köçəryan və Sarkisyanın siyasi və hüquqi məsuliyyət daşıdığını bildirir. Lakin beynəlxalq hüquqda şəxsin başqa ölkəyə təhvil verilməsi üçün həmin ölkənin öz siyasi iradəsi ilə yanaşı hüquqi əsaslarında olması vacibdir. Bundan əlavə, Ermənistan öz vətəndaşlarını xarici dövlətə vermək məsələsində tarixən çox ehtiyatlı mövqe tutub. Ona görə də indiki siyasi şəraitdə Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi hüquqi baxımdan mümkün olsa da, siyasi baxımdan çox aşağı ehtimallı görünür. Qeyd etmək lazımdır ki, hazırda Ermənistan daxilində Köçəryan ətrafında baş verən proseslər daha çox daxili siyasi mübarizə və seçkilərdən sonraki vəziyyətlə əlaqələndirilir. Ermənistanın Korrupsiya Qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Ararat vilayətinin bir sıra sakinlərinin güclü Ermənistan Partiyasının Masisdəki ofisinin nümayəndələrindən parlament seçkilərində adı çəkilən partiyaya səs vermək və tərəfdar toplamaq şərti ilə onlara seçki rüşvəti vermələrini tələb etdikləri barədə faktiki məlumatlar əldə edilib. Axar TV xəbər verir ki, bu barədə Ermənistan Korrupsiya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Məlumata görə faktla bağlı Korrupsiya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, bir sıra şəxslər həbs edilib və prosesual tədbirlər görülüb. Qeyd edək ki, Rusiyalı iş adamı və milyarder Samvel Karapetyanın partiyasının təmsilçiləri bundan əvvəl də seçiciləri pulla ələ almağa görə saxlanılmışdılar.
Ermənistan müxalifəti parlamentin bugün başlayan son 4 günlük iclasında iştirakdan imtina eləyib. Axaraz xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə iclas yalnız hakim mülki müqavilə fraksiyasının deputatlarının iştirakı ilə keçirilib. Ermənistan baş naziri Nikol Paşinyan da iclasda iştirak eləyib. Parlamentin iclas zalında müxalifət fraksiyası üçün ayrılmış yerlərdə Qarabağdakı keçmiş separatçı rejimin əski parçasının yer alması diqqətdən yayınmayıb. Qeyd edək ki, iyunun 7-sində Ermənistanda parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə əsasən hakim mülki müqavilə partiyası səslərin 49,74%-ni toplayıb. AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Axar TV APA-ya istinadla xəbər verir ki, bugün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, iyunun 10-da Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində AXCP sədri Əli Kərimli barəsində başlanmış cinayət işi üzrə qəti imkan tədbirinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində həbs qəti imkan tədbirinin müddəti 5 ay uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafələrinə qarşı həyata keçirdikləri təxribat, pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları Mehdiyev Ramiz Ənvəroğlu, Abbasov Abbas Aydınoğlu, Kərimli Əli Əmir Hüseynoğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. Cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qənimət Zayidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər. Eldar Əmirov 32.5 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə. Ramiz Mehdiyev 193 1.3.2 cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı legallaşdırma. 274 dövlətə xəyanət və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayidov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə məhkəmə tərəfindən qiyabi həbs qəti imkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.